kişilərin qadından istədiyi bəlirli şeylər var. Qadınların da kişilərdən bəlirli istədiyi şeylər var. Artıq özünüz bilirsiniz nə deyil. İnsan sevirsə sevdiyinə mütləq bahalı nəsə almalıdır, pul xərcləməlidir. Yəni məsəl üçün mən səni pulumla ala bilirəm, gözəlim deyir. O 101 ədəd gül alan adam sevgisini göstərmir, maddi gücünü göstərir. Mən sənə maşın almamışam, mən sənə nə bilim, şokolad almışam. Mənim aldığım şokolad onun aldığı maşından bahadır əslində. Umrunda deyil qarşı tərəfin sənin sevgin. Bax, filan kəsin kişisi maşın aldı ona. Onu deyirəm də, o ilə ölçürlər sevgini. Adətən qısa müddətli münasibətlərin məqsədi cinsəllik olur. Allahım yarabbim, görəsən. Çünki bizim kimi danışanlara gülürlər. Gəlin razılaşaq. Razı deyilsinizsə yazın şərhə. Natamam podkast bir həftə sonra yenidən efirdədir. Salam. Mən heç salam vermirəm. Elma heç vermədi bir salam giriş. Natavan indi salamlaşacaq. 3, 2, 1. Salam. Hər kəsə xoş gördük. İcazə verin. Hələ də icazə vermir. Olur bir dəfə də girişi mən eləyim. Necəsiz sevgili tamaşaçılar, dəyərli tamaşaçılar, izləyicilərimiz, videolarımızın baxış sayıları artır və biz sevinirik. Amma hələ yorum yazan yoxdur, şərh yazan yoxdur. Biraz danışaq da uşaqlar, yazın da, aşağıya yazın, bir şeylər yazın. O günlərdə də tanışlarımdan birisi deyir ki, izləyirəm, deyir, birdən deyir yorum zat yazmıram, deyir, səhv başa düşür. Deyirəm ki, niyə yaz? Biz siz nəyə görə? Məncə Elman bizə nəyə görə? Biri baxır ki, məsəl üçün, yorum yazılıb, mənim yorumum çox gözə çarpacaq deyə heç kəs yorum yazmır. Məncə bu psixologiyadan gedirlər. Amma shortslara nə qəşəng yorumlar yazırsınız. Məsələn, son shortsumuz bizim bu 17-ci bölümün teaserinə çox qəşəng şərhlər gəlmişdi. Hələ də qalır, oradadır. Yəni ora yazırsınızsa, əsas videoya da yaza bilərsiniz. Çox uzatdıq. Bu gün biz sevgidən danışırıq dostlar. Bu gün biz sevginin gücündən danışırıq. Butulkas Natavan və onun asistonu. Amma onun ziyanlı içkisi, heç stakanını belə qoymayıb stolun üstünə. Natavan asiston içir. Yox, Natavan saf su içir. Reklamsız, zatsız üstündə də heç nə yoxdur. Bugün sevginin gücündən danışacağıq. Bugün sevgidən danışacağıq. Sevginin insanda nələri dəyişə biləcəyindən danışacağıq. Sevginin insana necə təsir eləyəcəyindən danışacağıq. Gülürsən, ona görə də belə başa düşdüm ki, sən də bugün bu mövzunun cahilisən. Öz adından da. Mən hər mövzuda mənim bir fikrim var. Fərq yoxdur o şeydə varam, yoxam. Bundan qabaqki mövzumuz çox maraqlı idi. Videonu buradan izləyə bilərsiniz. Çox maraqlı idi. Yenə o mövzuya mütləq qayıdacağıq təzədən. Nədir sənin ilk fikrin sevgi haqqında? Sevgi necə olmalıdır Nata? Yenə mənə top atır. Elə bil ki, yenə də mən yetər artıq. Bir dəqiqə, aşk adamı kim idi burada? Elman. Girişi Elman eləyir. Elman, sənə görə ümumiyyətlə sevgi nədir? Sevgi mənə görə müqəddəsdir. Sevgi. Bu qədər veriliş bitdi. Ya çox müqəddəsdir. Mən sevgini ələ salanlardan, mənim sevgini bu dəqiqə məsxərəyə qoyanlardan heç xoşum gəlmir. İndiki zamanədə bu çoxalıb. Çünki indiki zamanəmiz elə bir zamanəyə gedir ki, çox heç yaxşı bir şey deyil əslində, amma qısa ilişki şeyinə gedirik biz nətəlik, o sikla girmişik, o dövrə girmişik, orada dönürük, dolaşırıq. Və bəzi hallarda sevgini bax o qısa müddətli münasibətlərlə qarışdırırlar. Adətən qısa müddətli münasibətlərin məqsədi cinsəllik olur. Gördüm, xoşum gəldi, münasibətdə oldum, bitdi. Getdim başqasını axtarmağa. Çox təəssüf. Gəlin razılaşaq. Razı deyilsinizsə yazın şərhə. Amma məncə razısınız. Bu dəqiqə belədir. Çox təəssüf ki, belədir. Mən bunu ətrafımdan belə qənaətə gəlib deyirəm. Ətrafımda gördüklərimdən belə qənaətə gəlib deyirəm. Birini bu dəqiqə durub 10 illərlə, 20 illərlə sevən birinə belə wow baxırlar ki, yəni yaxşı da, yəni
belə ola bilməz deyirlər, çox təəssüf. Amma halbuki sevgi hər zaman elə olub. Sevginin qaydası, qanunu bu olub ki, birinə sadiq olmalısan. Yenə deyirəm, indi mən ümumi danışmaq istəmirəm, mən öz fikrimi deyirəm. Məncə belə olmalıdır. Məncə birini sevməlisən və rusların sözü var ya, dostoyna, layiqincə sevməlisən. Və ona o sevgini göstərməlisən. Sən elə bir ki, yoluxdurmalısan onu, o sevgiyə. Wow, çox qəşəng. Değil mi? Bu çox qəşəng idi. Onu yoluxdurmalısan o sevgiyə. Çünki sən onu yoluxdurmasan, o sevginin məğzini başa düşməyəcək hələ indiki zamanədə. Bizim xanımlarımızın böyük əksəriyyəti, qızlarımızın böyük əksəriyyəti, mən keçən dəfə bir videoda gənclər sözünü istifadə eləmişdim. İş yerimdə bir nəfər dedi ki, gəncləri elə də deyirsiniz ki, elə bir ki, nə bilim, sizin 50-60 yaşınız var. Deyirəm, gənclərdir də, mənim 40 yaşım var. Ona görə mən rahat gənclər deyə bilərəm. Gənclərimiz, qızlarımız, xanımlarımız bu dəqiqə münasibətdə bax ona görə çəkinirlər. Hər kəsin ağlında bir fikir var ki, artıq oğlanlara uzun müddətli münasibət maraqlı deyil. Xeyr, əslində elə deyil, amma var. Çoxdur. Amma onlar da nə bilim, nədənsə çəkinirlər. Onlar da elə bil ki, nədənsə ehtiyat edirlər. Biz ümumiyyətlə, insan ümumiyyətlə dəbləşdirməyi sevir. Bir şeyi dəbə gətirməyi sevir. Çox təəssüf ki, bunlar da dəbə gətirilir. Bunlar da dəb halını alıb, heç yaxşı bir şey deyil. Sevgini dəb naminə belə bir şey kimi göstərmək alınmaz. Başqa nədəsə alınar bəlkə, amma sevgidə alınmaz. Fikir ver bir də şeylərə, bu aktyorların, aktrisaların münasibətlərinə, onların o münasibətdə olduğu dönəmlərə fikir ver. Son zamanlarda onlar hamısı qısalıb, hamısının müddəti çox qısalıb. Amma məsəl üçün Tom Hanks mənim çox sevdiyim aktyordur. Məsələn, onun bax münasibəti birini sevib adam günü bugünə qədər də sevir. Hansı rolda oynayırdı? Tom Hanks'i mən sənə hansı şeylə tanıdım? Ağzını bilirəm. Adaya düşür, topla danışır. Hə, bildim. Türmədəki şey. Yaşıl mildəki. Eynən. Elə bildim odur. Prostatindəki çaşdım. Bax, məsələn, o adam illərdir bir nəfərlə münasibətdədir və günü bugünə qədər nə boşanıb, nə bir şey, yaşlandı artıq. Yenə də o yoxdur da, indi belə şeylər yoxdur. Çox təəssüf ki, yoxdur. Nə bilim, sən nə düşünürsən? Elman çox gözəl bir şeydir yoluxdurmaq. Çünki məsələn sevirsən də, indi o qarşındakı insan fərqi yoxdur da, sənə qarşı simpatiyası var ya da ki heç vəbşi yoxdur da, düzdür. Amma sən sırf sevdiyin üçün çox aşırı ya, belə bir şey heç vaxt eşitməmişdim. O qədər şey qulaq asmışam, o qədər şey dinləyirəm, hələ yoluxdurmaq sözünün bu qədər gözəl oturduğu bir yer eşitməmişdim ki, çünki qarşı tərəfə onu artıq şey deyil, bu hani məcbur deyil ya benimsin ya kara toprağın zat ya da ki mütləq sən də mənsin. Elə deyil. Elə eləməlisən ki, özü birdən-birə necə sən istəyərək qrip olmursan da, xəstə olmursan. Birdən-birə yol, ay dayanma, valla sən gerçəkdən aşk adamısın. Gerçəkdən aşk adamısın. Çox aşırı xoşuma gəldi. Çox yüksəldim bu sözə. Elə eləməlisən ki, o da sənə qarşı artıq o cür, o situasiyanın içinə girsin, heç özü də fərqinə varmadan o da səni sevsin. Və sevgi əslində Oşo'nun sevgi kitabında da mən oxuduğum bir şeydir və ümumiyyətlə deyilənə görə əsl sevgi qarşılıqsız olanda, amma bunun nə mənada deyiblər? Platonik mənasında yox. Hani sevirsə və qarşılıq gözləmirsən. Yəni demirsən ki, o da məni sevsə, bu biraz egoya girir ki, o da məni sevsə daha yaxşı olar ya da o məni sevir, mən nəyə görə sevim ki, zada girmir də. Elə olur ki, sən artıq o anın içindəsən və istəsən də çıxa bilməzsən ya da ki, qarşı tərəfə görə bu dəyişmir. İlahi olandır, sən əslində düz deyirsən.
müqəddəs olandır. Çünki ana da məsəl üçün uşağını sevəndə gözləmir ki, onu təbii ki, istisnalar var. O çıxar ilişkisi deyə bir şey var. Mən sevdim, o da məni sevsin. Mən bu gün ona nəsə edirəm, o da sabah mənə bu günümüz ilişkiləri belə olub, belə mazatdır. Belədir də, bəs mən onu deyirəm də, odur da, pis olan odur. Pis olan odur və mən şəxsən indi Elman bəlkə də sadəcə qadın və kişi prizmasından yaxınlaşır, amma hələ ki mən ümumiyyətlə sevgi deyəndə hər şey bunu dost, iş yoldaşı, hani bilmirəm, məsəl üçün iş yoldaşında bəlkə bir şey başa düşərsən də deyərsən ki, hani çox da dərin bir münasibətimiz yoxdur, amma dostun dosta qarşı olan, ananın işte uşağına qarşı olanı da başa düşmürəm. Valideynlər məsəl üçün uşağı dünyaya gətirirlər, yaşlananda mənə baxsın. Burada da artıq sevgi yoxdur. Yox, orada sevgi yoxdur. Hə, ya da ki məsəl üçün maddi anlamda mənə dəyər verir, tutaq ki, mənə bahalı hədiyyələr alır, mənim rəfiqəmdir. Bu gün onun məsəl üçün səviyyəsi aşağı düşdü, məsəl üçün pulu azaldı falan. Mən bu ilə dostluq eləməyim, bunun statusu yoxdur falan. Bunların hamısı çıxar ilişkisi ilə gedir sizi. Sevgilinizi belə bugün ancaq mən izlədiyim, yəni sosial mediadan da gördüyüm qədər qızlar hətta tövsiyə verirlər. Oğlan sənin üçün pul xərcləmirsə, o ilə birlikdə. Bax, mən bir yerdə başa düşürəm. Hamınız istəyirsiniz ki, aydınlatasınız bir-birlərinizi və düzdür, təbii ki, dişil enerji, qadın enerji deyilən bir şey alan tərəfdir də. Təbii ki, həyatınızda olan insan sizə pul xərcləməlidir. Sizə həm maddi, həm də mənəvi belə deyim, bir şeylər yatırmalıdır. Amma ki bu şəkildə də yox da, yəni bilmirəm Elman, onu necə tarazlamaq olar? Bu şeylə gedirsiniz və artıq qarşınıza çıxan insana heç şansın şılsını da vermirsiniz ki, öcə şey baxırsınız, hani bu mənə dolandıracaqmı, bunun pulu varmı, yoxsa eləndi getdi. O günlərdə də qulaq asdım kiməsə podkastında deyirdi ki, artıq məsəl üçün birinin psixoloji problemi var, ya da ki biri ilə elə məsəl üçün evlisən, evliliyində nəsə söz-söhbət olur, direkt artıq boşanmaya deyir, şeyə getmir ki, məsəl üçün kompromisə getmək yoxdur. Hə, təbii ki, özünü birinci düşünməlisən, toksiklik də yaxşı deyil. Amma bunun üçün də əlindən gələn eləməlisən də. Məsəl üçün, elədinmi? Alınmadı. Yəni bir psixoloqa falan getdinizmi, ya ailə danışmanlığına getdinizmi, ya da ilişkinizi qurtarmaq üçün bir şeylər elədinizmi? Bir şeylər olmamış, tez direkt narsist kimi özünü düşünürsən və deyirsən ki, aman mən önəmliyim, aman toksikli, aman nə bilim öz alana sayğı, mən biraz türk ifadələri ilə gedirəm, yəqin ki, başa düşərlər. Yox, ancaq özümə olan sevgi, amma bu da özünə olan sevgi deyil. Sevgi deyirsən, öz sevgi deyirsən. Bu da o deyil axı. Əslində sevsəydin özünü biraz, çünki qarşı tərəfdə vaxtıyla sevmisənsə, hani sevməmsənsə, bu qədər rahat bitir zaten. Eynən. Sevsin, amma... Mən də öz fikrimi deyəcəm, amma çox qısa bir aradan sonra siz kanala abunə olmalısınız bizim üçün. Əgər bizim videoları bəyənirsinizsə, bizə dəstək olmaq istəyirsinizsə, kanala abunə olmalısınız. Videoya şərh yazın. Videonu bəyənin və iyanə eləmək istəsəz, coffee.al saytının ünvanını hal-hazırda görürsünüz. Oradan bizə iyanə eləyə bilərsiniz. O başda deməyi unutdum. Bizim videolarımızın ərsəyə gəlməsində bizə göstərdiyi dəstəyə görə Oikos İnkişaf Mərkəzinə təşəkkür edirik. Dostlar, qaldığımız yerdən davam edirik. Mən sənin o bayaq dediyin sözə, fikrə daha doğrusu öz fikrimi bildirmək istəyirəm. ASMR. Rıfqı sofrası. Bu ancaq bununla çəkilərsə. Deməli, sən bayaq bir şey dedin ki, məsəl üçün münasibətdir, ailədir, qurulur, baxırlar ki, yox, nəsə oldu, işte ayrıldılar, kompromisə getmək yoxdur. Bax, bu həmin o bayaq mənim başda dediyim sevginin belə deyək də fəsadlarıdır. Sevgisizliyin. Amma əslində onlar onun adını sevgi qoyublar. Mən bir fikirlə razı deyiləm. Qismən razıyam, tam da razı deyiləm ki, insan sevirsə sevdiyinə mütləq bahalı nəsə almalıdır, pul xərcləməlidir. Okey, baxın, sevgi əgər varsa ki, sən onu əgər ürəkdən sevirsənsə, cani gönüldən sevirsənsə, sən onu istəsən də istəməsən də pul xərcləyəcəksən. Yox, əgər burada bir məcburiyyət yaradırsansa,
demək sən onu sevmirsən. Sən sadəcə özünü göstərirsən. Niyə? Çünki cəmiyyətdə belə bir fikir formalaşıb ki, sevən mütləq pul xərcləməlidir. Belə bir fikir formalaşıb. Bu yanlış fikirdir. Baxın, sən əgər sevirsənsə, yenə təkrar edirəm, cümləm təkrar olacaq, sevirsənsə, sən onsuz da pul xərcləyəcəksən. Çünki sənin belə deyək də ürəyi, könlünü verdiyin bir nəfər var və sənə onu ilə nələrisə birlikdə eləmək sənə xoş gəlir. Sənin üçün xoşdur. Və belə olan təqdirdə sən onun üçün pul xərcləyəcəksən, istəsən də, istəməsən də. Yəni məcbur, baxın, mən buna pul xərcləyirəm. Görürsünüz, mən bunu sevirəm. Başa düşdünüz? Yəni, başa düşdünüz? Düşdük. Mən bu dəqiqə atıma 4 dənə, 5 dənə görürüm də. Oturublar orada. Yəni, bax belədir, çox təəssüf. Çox üzülü, Allahım yarabbim. O ne lan? Notebook'un da zərətkası bircidə yəni. Yox, qoymuşam 30% idi. Bəs eləyəcək, 30 dəqiqəyə bəs eləyəcək. Burada nə keçdi ayıldı, o neydi? Çox təəssüf. Çox heyif. Ki, sevgi artıq belə deyək də bir oyuncağa çevrilib. Mən həmişə bu misalı çəkəndə, hansısa bir ortamda bu barədə söhbət eləyəndə, mənə deyirlər ki, sən çox belə köhnə fikir səsləndirirsən. Mən həmişə onlara, belə deyək də, nətər deyim, qibtə eləyək. Davay, dur. Qibtə eləmişəm həmişə onlara. Məsələn, Leyli Məcnundur, onun timsalında digərləridir. Bilirsən, orada oradakı o faciəyə məni təsirləndirmir. Onlardakı o sevginin gücü məni təsirləndirir ki, yəni belə qənaətə gəlirəm, özlüyümdə oturub düşünürəm ki, bax, Leyli və Məcnun olduğu dönəmlərdə TikTok yox idi, Instagram yox idi. Bunlar özlərini kimə göstərir? Hə, yəni bunlar kimə göstərəcək özünü? Başa düşdün? Hər şeyin təbii olduğunu göstərmək, təbii sevgini orada göstərmək, bunun özü elə bir sübutdur ki, köhnə sevgilərlə indiki sevginin arasında atla eşşəyə qədər fərq var. Bir dənə bir şey deyim, əgər fikir yekunlaşdırılsa. Ümumiyyətlə, bax, Leyli və Məcnun sevgisini götürəndə, orada Məcnunun Leyliyə hədsiz şəkildə artıq özünü belə unudaraq olan sevgisi əslində sevgi deyil, eşq idi. Bir dənə psixoloq var, deyirdi ki, eşq xəstəlikdir. Elə bir xəstəlik səni ölümə belə gətirə bilər. Eşq əslində başqadır, sevgi başqadır. Eşq insanın gözünü kör eləyə bilər, müddətli ola bilər, daimi deyil zaten. Ay, öyle göyəcinə bax. Gerçi belə. Bizim mənzərələrimizi görsəz ümumiyyətlə, həqiqətən çox maraqlıdır. O da oyuncaqlara baxır. Onun Məcnunun Leyliyə duyduğu eşq idi. Hansı ki gözünü artıq heç bir şey görmürdü. Hətta deyirdilər ki, yəni Leyli gözəl deyil də. Sən ona nəyə bu qədər vurulmusan? O da deyirdi ki, siz ona bir də mənim gözümdən baxın. Of, sözə bax. Bəli, o artıq həm özünü unutmuşdu, həm yaradanı unutmuşdu. Bax, heç vaxt ümumiyyətlə özünü unutmamalısan. Burada egoizmə girmir. Əmin olun ki, çox vaxt deyirlər ki, əsl sevgidə sən artıq ona çevrilirsən. Yəni onun kimi bir şey olursan, o deyil əslində Elman. Əsl sevgidə sən sevgiyə çevrilməlisən. Sənin içindən axan sevgi olmalıdır. Ona görə də Elmanın dediyi söz bəlkə də məni bu qədər təsirləndirdi ki, və yoluxdurursan, artıq özün o qədər sevgi olursan ki, o insana keçirsən. O insana bərabərləşirsən, birləşirsən. Bu şey fiziksel anlamda demirik zaten biz bunu. Mənəvi baxımdan. Ya da Romeo'nun Julieta'nın olduğu eşqdə. Yəni çox aşk hekayəsində mən bilirəm Elman nəyə görə onları dedi. Şey mənasında deyir ki, yəni onların göstərdiyi, özlərini kiməsə göstərmirdilər. Bu onların özlərindən axan bir enerji idi. Burada şey deyildi. Hani baxın mən bunu sevirəm ya da mən buna qarşı. Belə baxanda heç onlar bir-birlərinə qarşı bir şey də eləmirdilər ki, məsələn Leyli ilə Məcnun götürsə heç bəlkə də heç bir araya belə gəlməyiblər. Ya da ki Məcnun Leyli üçün pul tökməyib ki, Leyli
evlidir, onun üçün ölsün falan filan söhbətləri. Elman bu mənada onu misal çəkdi. Mən də oradan yola çıxaraq demək istəyirəm ki, eşqlə sevgini qarışdırmamaq lazımdır. Çünki bəzən işte qızlar ya da oğlanlar da deyim, çox az buna görə insanlar buna görə qarışdırırlar. Bu oğlan var ya, bunun üçün qızıl məsəl üçün şeylər, hədiyyələr, qızıllar alır, gül buketlər, zatlar göndərir, dəyər verir ona. Bilənməzsən. Bunu eləyir, bəlkə də sənin nə qədər maddici olduğu bildiyinə görə, məsəl üçün bilir ki, səni yoldan o şəkildə çıxarda biləcək. Burada da pis niyyət güdülmür ha. Çox pis niyyət də var, amma çox vaxt niyyətin heç belə deyim də bax, məsəl üçün X kişisini götür, bu kişidir, qadına elə pullar, elə maddiyyat, elə belə də ofsunlamaq üçün, yoldan çıxartmaq üçün bir şeylər eləyir və qadın da, amma burada əsl sevgidən də söz gedə bilməz əslində. Çünki o sadəcə taktikanı tutub ki, qadını bu yolla, yenə də deyirəm, altında pis niyyət, pis deməyim. Məsələn, şey ola bilər. Kişi deyə bilər ki, bununla prosta vaxtımı keçirdirəm, eləyirəm. Nə qədər ki, pul tökürəm, eləyirəm. O da buna aldanır. Vaxtımı keçirdirəm. Bir süre sonra zaten o özü də bilir ki, çıxarıcı ilişkisidir. Kişi artıq bilir burada çıxar ilişkisinin olduğunu. Ya da ki, şey ola bilər. Hani güdmür, deyir ki, pulum var, tökürəm ona pul. O belənçinədir. Qoy bu şəkildə mənə bağlanacaqsa, qoy bu şəkildə bağlansın. Bağlanmaq amma yenə də burada sevgidən söhbət getməyəcək. Sən başa düşdün də bu iki tərəfi, yəqin izləyicilər də başa düşdü. Yəni birində sadəcə yüzəysel olan bir şeydir ki, vaxtını keçirdir və ona maddiyyatla əlində saxlamağa çalışır. İkincisində də bacardığı şey sadəcə maddiyyatla əlində saxlamaqdır və bu şəkildə bəlkə də evliliyə də bu şəkildə gedirlər. Ciddiyyəti adamın gözündə bu şeydir də, məsəl üçün belə də olasıdır, yəni belə də olmalıydı. Mən qadına pul tökürəm, o da mən belə deyim də, sən ona istədiyini verirsən, o da sənə istədiyini verir. Bu şəkildə də çox vaxt məntiqsəl gedirlər elənçinə, amma sevgidə məncə məntiq yoxdur. Sən bu dəqiqə gəldin, mənim başda dediyimə çıxdın. Yəni mənim başda danışdığım məsələni sən indi çox gözəl, geniş izah elədin. Mən də elə onu demək istəyirdim. Və məsələ, problem buradadır ki, bax, biz bunu bəzən sevgi adlandırırıq. Bax, filan kəsin kişisi maşın aldı ona. Onu deyirəm də, o ilə ölçürlər sevgini. Tamam, aldı. Mən sənə maşın almamışam, mən sənə nə bilim, nə almışam? Tutaq ki, atıram, şokolad almışam. Mənim aldığım şokolad onun aldığı maşından bahadır əslində. Qiymət olaraq ucuz ola bilər. Onun aldığı maşından mənim aldığım şokolad ucuz ola bilər. Amma mən o şokoladı sevgimlə almışam. Mən o, belə deyək də, umrunda deyil qarşı tərəfin sənin sevgin. Şokolad almısan. Hansı şokoladda? Bir dəqiqə şokolada görə də dəyişir. Mersi ya da ki o belə var ya, sarı şeyin içindəki o şokoladdansa demək ki çox sevə bilər. İşte orada da bahalı ucuz. Lap elə Alpengold almışam. Kasıb. Nəysə. Amma heç də belə kasıb deyil. Dostlar, siz nə düşünürsünüz bu barədə? Bax, sonra bir şey deyəcəm. Fikirlərinizi şərhə mütləq qeyd eləyin. Və davam eləyirik dostlar, Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə. Dostlar, sevgidən danışırıq və gəlib elə bir həddə çatmışıq ki, elə bir sevginin elə bir levelından danışırıq ki, bu dəqiqə çox xoşum gəldi o müqayisədən. Bəzən bizim ucuz adlandırdığımız şeylərin nə qədər bahalı olduğunu qarşı tərəf başa düşə bilmir. Sənin adi bir ədəd gül almağın kiməsə gedib o 101 ədəd gül almaqdan fərqlənir çox vaxtı. Çünki yenə deyirəm, bayaq bu fasilədən qabaq dedim, o 101 ədəd gül alan adam sevgisini göstərmir, maddi gücünü göstərir. Amma o bir ədəd gül alan adam sevgisini göstərir.
Mən indi burada girməyəcəm, mən nə bilim, sarı ayrılıqdır, göy nə bilim nədir, qırmızı nə bilim nədir, ona girmirəm. İndi onu özünüz tapın, nəyi xoşlayır, onu da alın. Ola bilər ki, bir dənə nərgiz gülündən xoşlasın. Yəni, o da ola bilər. Yox, o çox ucuzdur. Hə, yəni də, məsəl üçün, o da ola bilər. İndi fərq edəmir. Nə ola bilərsə, onu siz qərar verin. Amma, məsəl üçün, gedib bu 101 dənə roza. Nədir? Roza Azərbaycan üzrə nədir? Qızılgül. Qızılgül. 101 dənə qızılgül alan adam maddi gücünü göstərir. Və nəinki maddi gücünü, həm də qarşı tərəfin sadəcə buna ikna olduğunun bir necə deyim, göstəricisidir. O qədər basitdir, yəni ki, başa düşdün. Yəni, məsəl üçün, mən səni pulumla ala bilirəm, gözəlim, deyir qadına. Çox təəssüf, çox təəssüf. Qadın özünü o yerə qoyur. Bir şey də var, belə bizim bilmirəm, bu ifadəm nə dərəcədə doğru olar, nə dərəcədə düzgün olar. Bəzi xanımlarımız var bizim, belə pul düşkünü. Belə şeylər xoşuna gələn. Bəzi xanımlarımız var ki, pul düşkün deyil. Bunu deməliydin. Pul düşkünü deyil. Çünki çoğunluq odur. Xanımdan getmir söhbət. Bax, Elman, bilsən necə olub dünya? Qadınlar kişilər deyə ayırmayacaq. Cinsiyyət ayrımcılığı eləməyəcək. Çünki biz eləmir ya. Bu söhbətdə zaten belədir. Kişilərin qadından istədiyi bəlirli şeylər var. Qadınların da kişilərdən bəlirli istədiyi şeylər var. Artıq özünüz bilirsiniz nə deyil. Və buna görə çıxarıcı ilişkidir. Hani sən mənə ver, mən də sənə verim. Bu qədər. Bir də ki, Elman bayaqda deyək ki, bəzi qadınlar var ki, yox, əksinə bəlkə də, bax, mənim heç 10 barmaq da deməyəcəm, 5 barmağımı keçməz ki, hansı ki, o qadınları sən pulla satın ala bilməzsən. Bax, görürsən, mən əksini bilirdim. Yəni, mən düşünürdüm ki, elə deyil, tam əksidir. Çox təəssüf. Bu çox acınacaqlı bir şeydir. Və bəzi də kişilər var ki, onları hansısa bir qadın başdan çıxarda bilməz. Bəzi özəl güclərinə, fiziksel gözəlliyinə zaddan başdan çıxara bilməz. Deyəcək ki, yox, mənim istədiyim başqa bir şeydir. Yəni, deyəcək ki, sən dünya gözəli ol, məsələn. Mən istəyirəm ki, sənin xarakterin, sənin özünü aparma biçimin, nə deyim, içində yadakı o sevgi, o mərhəmət, o vicdanı görmək istəyir. Bunu deyəndə özüm belə inanmıram. Çünki kişilərdən də gedirsə söhbət, yenə də 5 barmağın, bəlkə 3 barmağında o çox da şey deyirlər, nədir, xarici gözəlliyə önəm verməm, daxili gözəl. Yox, təbii ki, bəzi psixoloqlarda bunu belə deyirlər ki, mən də mövzu atlamam, bəzi psixoloqlarda belə deyirlər ki, qadınlar qulaq, nə deyirlər, eşitsəl sevirlər, kişilər görsəl sevirlər. Yəni, birinci qarşı tərəfin gözəlliyi sənin diqqətini çəkir. Tamam, yaxşı. Tamam abi, çəksin. İlk yaxşı da gözəllik çəksin, amma sonradan onun necə deyim, içdə yatan o vicdan, o sevgi, o gözəllik, xarakterlərə falan fikir versinlər. Yenə də deyirəm, buna fikir verənlər də çox azdır. Qadınlar da ki, təbii ki, yəni tamam, qarşı tərəf vəzifə olaraq, status olaraq güclü olmalıdır, amma sənin ilk fikir verəcəyin nə onun tatlı-tatlı sözləri olmamalıdır, nə də ki, onun maddiyatı olmamalıdır. Heç tatlı sözləri gəlməmiş, qızlar direkt düşürlər şeyə. Pulu varmı? Hə, okey, tamam. Pulu varsa getdim deyitä. Allah'ım yarabbim, yarəsən. Bax, əslində sevgi elə hər tərəfli müqəddəs bir şeydir. Bu şeydən, təkcə münasibət sevgisindən söhbət getmir də. Biz sadəcə onun müqəddəsliyini anlaya bilmirik. Onun müqəddəsliyini çox vaxt məsxərəyə qoyuruq. İstər vətənə sevgi olsun, istər anaya sevgi olsun, valideynlərə sevgi olsun, istər xoşlandığın birinə sevgi olsun. Bunların hamısı müqəddəsdir. Çox təəssüf ki, bu dəqiqə o sevgi adı altında maskalanıb bir çox şeylər edirlər. Və hər sən getsən ölərəm deyən adam sevmir. Bu da bir şeydir, nətər deyək, vərdişdir, pis vərdişdir. Adam nəsə tapıb, adam bəlkə də tənbəldir, adam bəlkə də bunu itirəndən sonra başqa bir ilişkiyə gedib girməkdə çətinlik çəkəcək. Neysə, nə bilim, milyon nə səbəbi olar, hər nədirsə. Ay, getmə gözümdən, gedərəm özümdən falan. Yəni, belə bu... Bunun gerçəyi də var ha, bu arada. Yəni, o bəzən deyirlər, o əsl sevən adamlar bəzən deyir ki, sən getsən mən ölərəm.
Söhbət burada fiziki ölməkdən getmir. Yəni fizikən yox olmayacaqsan sən, ölüb getməyəcəksən, amma sənin üçün elə bir hər şey ölmüş olacaq. Burada ölmək nə deyil? Sənin marağın olmayacaq heç nəyə. Sənin Batmada bizi qədərmi. Yəni sənin heç nəyə həvəsin olmayacaq. Hətta yeməyə belə həvəsin olmayacaq. Pis vərdişlərə qoşulacaqsan. Ya diyetaya girməyəcəksən, yəni yeməyib gəbərəcəksən, öləcəksən. Su ilə qidalanacaqsan. Yəni budur. Bəzən belə şeylər də var ki, biz qarışdırırıq, səhv başa düşürük, yanlış anlayırıq. Nə etmək olar? Bizim əlimizdən gələn bir şey deyil. Biz dəyişə bilmərik. Çünki bizim kimi danışanlara gülürlər. Bizim kimi danışanlar onlar üçün komedi malzeməsidir. Özünü dərk eləyən, özünün fərqinə varan insan nə istədiyini bilməlidir. Bəli. Hər şeydə təbii ki, amma bu ilişki məsələsində də. Məsələn, mən bir kişidən nə istəyirəm? Nə istəyirsən? Yox, mən Diana deyiblər ki, hansı tip kişilər sevirsə, o deyib ki, axtarırsan. Kişidə nə cür bir kriteriya axtarırsan, deyib ki, mən kişi axtarmıram ümumiyyətlə. İndi tam onu oxşadı. Bir şey deyim, genel olaraq, yəni qadınsan da kişisən də fərqi yoxdur. Sən bu münasibətdən gözləntin nədir abi? Buna baxacaqsan. Məntiqsel yanaşırsansa, tamam. Məsələn, qadınam və məntiqsel yanaşıram. Deyirəm ki, mən bundan sonra quracağım ilişkidə nə istəyirəm? Oğlanın pullu olmasını, evlənsəm uşağıma yaxşı bir ata olmasını, amma yaxşı ata deyəndə də maddiyyat olmalıdır mütləq şəkildə. Hani evim zadım rahat, yəni pul, maddiyat, всё. Bunu istədinmi? Artıq bu adam narsistmi? Bu adam toksikdimi? Belə pis çıxmasın, tabiri caizsə bunu düd eləyərsin, ağzıma qısa da qəbulumdur. Təki pulumu versin. Hətta qıraqda başqa birisi ilə sevgili olacaqsa da veycimin veysinə də deyil. Təki məni və uşağımı pulla şeyləsin, soyadı olsun. Bitdi, getdi. Amma yəni bu doğru deyil də. Yəni təbii ki. Yəni doğru, yanlış bilmirəm Elman. Kimə görə doğru, kimə görə yanlış. O da düzdür. Və getdi kişi tərəfdən baxmağa. Kişi deyir ki, mən bir qadınla ancaq gözəl olmasını istəyirəm. Fərqi yoxdur, o özünü belə pis çıxmasın, yığdırıb, dodaqları, nə bilim, artıq poposu falan filan, estetik gözəldir, heç bir önəmi yoxdur. Qəşəng belə bir dənə birisi olsun. Evlənə də bilərəm. Hani evlənə də bilərəm. Ya da prosta yanımda olsun. Bu şəkildə. Ya da ki, evlənəcəmsə də qəşəng ailə tərbiyəsi görən bir dənə qız olsun. Halal süd mütləq şəkildə yeməlidir, içməlidir. Halal süd ev qızı olsun, mütləq şəkildə əsla evlənməməlidir. Təzə həyatında sadəcə birinci mən olmalıyam. O ilə evlənirəm. Onun xarakteri də yaxşı olsun. Əsas analığı zad da bacarsın. Bu şəkildə. Bax, bunların heç birisi ya səhv, ya da düz deyil, ya da ki, mən durub desəm ki, bir nəfərdə götürək X kişisini, o deyir ki, mənim həyatımda olan insan, maddiyatı mənə önəmli deyil. Hə, mənim üçün nəsə eləsə xoşuma gələr, sevərəm, amma ki, mənim üçün onun mənə verdiyi dəyər önəmlidir. Onun birincisi özünü sevməyi önəmlidir. Sonra da məni həqiqətən sevməyi, sarmağı, belə deyim də, həyatımın çətin vəziyyətində də ya da yaxşı vaxtlarımda da mənimlə həmişə birlikdə olmaq önəmlidir. Bu şəkildə deyirək, iyi gündə, kötü gündə həmişə yanında olmağı önəmlidir. Mən buna baxıram. Zaten yəni kişi də bunu deyir, qadın üçün deyir. Məsəl üçün, bir də bu görürsən ki, cütlükdür. Qızın amma gözəlliyi yoxdur. Tutaq ki, prosta deyir amma. Çünki hal-hazırda kişi gözü ilə baxırıq. Qızın gözəlliyi falan yoxdur. Amma oğlan onunla birlikdədir və onu çox sevir. Çünki burada artıq gönül gözünü sevməkdir. Bayaq ki, Məcnun söhbətindəki kimi. Çünki artıq orada həqiqi bir sevgi var. Çıxar ilişkisi yoxdur. Və kişi deyir ki, mənə onun gözəlliyi falan önəmli deyil. Sadəcə onun qəlbini sevirəm, onun xarakterini sevirəm, onun ruhunu sevirəm, onun insanlarla olan danışığı ya da mənə gülüşünü, başa düşün, aşıq olub da, sevib. Mən bir şey demək istəyirəm. Və bunların heç birisi, nöqtəni də qoyun, bunların heç birisi doğru ya da yanlış deyil, Elman. Tamam.
Kimə görə doğru, kimə görə yanlış. Bizə tərs ola bilər ya da ki biz deyə bilərik ki, çıxar ilişkisi falan filan, amma çıxarda da sevgi yoxdur. Onu biləsiz. Yəni bu dediklərində də sevgi yoxdur. Mən onu demək istirdim. Sözümü belə davam eləmək istirdim. Bax. Bir ailə düşün. Bayaq sənin sadaladığın kriteriyalara uyğun bir qız tapıb. Mənə görə halal süd. Halal süd əmmiş birini tapıb. Ona o qədər ilişmişlər ki. Halal süd əmmiş bir qız tapıb, gətirib evinə hambal gətirib. Nə istəyir? Bu adamın istədikləri nədir? Yeməyimi bişirsin, paltarımı yusun, axşam gəlim ac qalmayım, səhər durum yeməksiz qalmayım, gedib burada keyfim istəyən kimi keyfimi çəkim, bu hambaldır. Yo, təbii ki. Buna kim gəlib deyə bilər ki, bu sevgidir? Kim burada sevgidən danışa bilər ümumiyyətlə? Burada sevginin sılsı da yoxdur heç. Bu tamam belə bilmirəm bunun adı nədir. Bəlkə varsa bunun adı yazın şərhlərə. Mən bu çıxar ilişkisi. Bir kişiyə yaraşdırmıram belə bir hərəkəti. Burada əslində heç münasibət də yoxdur, bilirsən? Yoxdur, o heç nədir? O heç nədir? Yəni o qadın da bilmirəm, bunu yekunlaşdırmağa doğru gedirik. Çox da mövzunu belə geniş açmaq istəmirəm əslində. Yəni o qadın da nəyəsə görə elə eləyib. Bəlkə də içindən gəlməyib onun. İşte o bayaq dediyim qadın bəlkə elə oydu. Deməyə ki, pulumu versin, hər şeyə razıyam deyən qadın bəlkə. Yox, işte o tamam, o da var. Amma pul istəməyənlər də var. Pul istəməyən də var. Bax belə başı aşağı, nə bilim, ailəsinin təkidi ilə, ailəsinin seçimi ilə birinə ərə gedib və ərinin də ondan konkret istədiyi bir şeylər var. Yeməyimi ver, suyumu ver və salam, qutardı getdi. Mən səndən başqa heç nə istəmirəm. Başa düşürsən bu nədir? Bunu bir psixoloqla müzakirə eləmək olardı. Çox gözəl ki, yəni bu nədir bu? Kişi sahiblənib sadəcə. Başqa bir şey yoxdur bunun. Qadın da ki bu şeydə təbii ki özünü o vəziyyətə salmamalıdır. Qıraqdan danışan üçün əlbəttə ki həmişə asandır. Danışmaq ümumiyyətlə həmişə asan da olur. Çox asan da olmur da mənə də indi məsəl üçün çətindir bu mövzuda empati quranda. Amma ki imkansız deyə bir şey heç vaxt yoxdur. Yalnız bu situasiyada da olanda təbii ki bilsən ümumiyyətlə Elman nə qədər insan var ki həqiqi sevgini dadmadan dünyadan köçənlər. Çox yazıq. Amma bir şeydən xoşum gəlir ki, orada da şans var ki, evladıva həqiqi sevgini duyursan ya da ki, elə insanlar var ki, ilahiyə o qədər artıq bağlanırlar ki, dinə bağlanırlar, Allaha bağlanırlar və o içlərindəki boşluğu, o sevgini oyla doldururlar. Bu da çox gözəl bir şeydir həqiqətən. Çünki bizi yaradana duyduğumuz sevgimiz ən gözəllidir, ən Məsəl üçün, bəzi valideynlər var. Məsələn, o valideynlər nə düşünürdülər? Məsəl üçün, o sözləri istifadə edəndə mənə o da müəmmalı qalır. Sən bu evdən çıxdın, sənin bu evə ancaq meydun gələ bilər. Mən sən bir şey deyim. Bizim bundan əvvəlki podkastda bir spiritualizmdən falan danışdıq, elədik. Həyatı ciddiyə almamalısan. Neriman deyəcək, necə başıva gəldi, necə yaşadın, elədin, necə ciddi almayasan. Yox, bilsən, hər şey həyatımızda olan bir şeylər bizə dərs vermək üçündür. Heç vaxt əslində valideynivə də qırğın olmamalısan. Düzdür, səni çox pis yola, yəni sənə konkret sahibsiz qoyurlar, səni eləmək istəmədiyin şeylərə məcbur eləyirlər. Amma bunların hamısı həyatda bir dənə söz var, çox adam da ona razılaşmır. Biz dünyaya gəlmədən əvvəl əslində bilirdik başımıza nələr gələcək və biz bu yolu seçmişik. Bu çox adamın şey gəlir. Necə mən budur. Hər kəsə verilən bir görəvlər olur. Nəyə görə bu dünyaya gələsən? Məsəl üçün, gələrkən nələr eləyəcəksən? Elman, hamımızın, bax, elə insan gəlir ki dünyaya, sevginin də ən gözəlini yaşayır. Nathavan, çox gözəl sevilir. Bir dəqiqə mən bitireyim. Yox, sən danışma. Belə şey oldu ya. Bitir, amma mən bununla bağlı bir şey deyəcəm, sən mənimlə razılaşacaqsın. Bəzi insanlar var ki, onlar pulsuzluqla sınanırlar. Bəzi insanlar var ki, onlar dünyaya gələndən beri ancaq əməliyyat, xəstəlik. O günlərdə bir dənə aktrisa var idi, elə ona çox üzülmüşdüm.
görmüşəm. Hər birimizin həyatımızda yaşadığımız həyat yollarımız var ki, biz bunlardan nəsə dərs çıxartmalıydıq. Belə olmalıydı, başa düşdün? Belə olmalıydı. Senaryo bu şəkildə qurulmuşdu və bu şəkildə. Və sən bizim əvvəlki podkastımızda da demişdin ki, qədər falan yenə də insanın öz əlindədir. Çətin ya da asan. Dəyişərsən ya da dəyişməzsən. Bu şəkildə olub, artıq olub. Bundan sonranı dəyişə bilərsən, amma bundan əvvəl dəyişə bilərsənmi? Yox. Oturub bunun üstündə baş sındırmaq ki, nəyə görə oldu? Bunları dəyişənə qədər travma yaşayır, sən başa düşürsən. Valideyninin oyununa qurban gedir bu adam. Bax, elə uşaq var ki, ən uşaq yaşında zoğruyub. Bunu bizim heç bir beynimiz qəbul eləyə bilməz, heç bir yerimiz qəbul eləyə bilməz. Amma bu olmalıydı, olması lazım olan idi. Elə uşaq var ki, dünyaya valideynsiz gəlir. Yəni necə valideynlərini itirir və artıq tək başına həyatında öz yolunu tapmalıdır. Ya da elə uşaq var ki, prosta uşaqdan gedirəm. Çünki yəni uşaqlıq sən valideyn falan dedin. Elə uşaqlar var ki, valideynləri çox yaxşı ona yol göstərirlər, onunla birlikdə irəliləyirlər falan, amma uşağın özü orada nəsə bir belə deyim də həyatında başqa şeylərlə qarşılaşır və valideynlərlə kənar düşməyə başlayır, tərs düşür. Ya da elə ailə var ki, elələrine baxırsan ki, travmasız şəkildə o qədər gözəl həyatı olub ki, məsəl üçün anasının, atasından da bəxti gətirib, evlənib və həyat yoldaşından çox karmasız şəkildə başa düşürsən, elə ruhlar var. Orada da şeyə bağlayırsan, deyirsən ki, demək ki, elə ruhlar var ki, onlar karmasını təmizləməyiblər, o şəkildə gediblər. Ellər də var ki, Elvan deyəcək, bəhs də spiritualizm zat falan. Amma budur, vallah budur. Yox, mən o xanımı, o qadını mən spiritualizmə bağlaya bilmirəm, heç cür bağlaya bilmirəm. Beynim almır sadəcə olaraq. Bax, bir atadır, işte bilmirəm, ağlına nə gəlibsə bir nəfərin oğlunu seçib. Bu hırlıdırmı, hırsızdırmı, heç bir xəbəri yoxdur. Mən qızımı buna verəcəm. Verəcəm də nə sözdürsə artıq. Mən qızımı buna verəcəm. Verdi və dalıca da tənbihlədi. Sənin bu evə ancaq meydin gələ bilər. Qız getdi. Bu sözdən sonra bu qız dala qayıda bilməz heç vaxtı. Bu qız oturacaq orada travma üstünə. Bu yazıqdır, bu yəni bir valideyn nə qədər cahil, nə qədər düşüncəsiz olmalıdır ki, belə bir cümlə qursun və bilə-bilə öz uşağını bədbaxt eləsin. O valideyn uşağını öldürə biləcək potensialda olan bir valideyndir. Sən öldürdün bu dəqiqə uşağı. Sən o qızını öldürdün. Sən onu vurmadın. Sən onu buranı deyəcəm. Amma sən onu öldürdün. Bu hərəkətindən öldürdün. Lan nə oldu bana? Güclü insanlar hər olaydan dərslərini alıb yola davam eləməyi öyrənməlidirlər. Bu qədər bəsitdir. Həyatda, dünyada Elman bizim ağlımızın almadığı, bizim həzm eləyə bilmədiyimiz o qədər şeylər baş verir ki, Epstein dosyasını bilirsən də. Bilirəm. Adamın beyni ala bilməz, başa düşdün. Amma hər şeydə bir dənə söz var, deyilsən Natvan yaxşıdır. Hər işdə bir hayır var. Hər şeydə bizim bilmədiyimiz bir şeylərə görə olur. Sən algılayarsan, algılanmasan, Allahdan başqası onu bilməz. Hər nə olursa bizə nəsə öyrətmək üçün olur. Bizim başımıza buna görə gəlir. Travmanın ən əlasını alacaqsan. Beynin çönəcək. Bəlkə də başqa həyat sənə elə bir məsələn mutluydunsa, bütün işığı söndürəcək. Deyəcəksən ki, günün sonundakı mənə lazım idi həyatımda bu cür şeylər baş versin ki, mən belə olum. Həyat enerjimi itirdim, mutluluğumu itirdim, xoşbəxtliyi itirdim deyəcəksən, amma bəlkə də onun sayəsində gözəl olan bir şeyi tapacaq. Ona heç kəs bilə bilməz, başa düşdün? Ona görə də nə itirdiklərinə baxma, bunun sayəsində nə qazandığı var, bunun sayəsində necə bir insan olduğu hal-hazırda bax. Sərtləşməyə yox, yumşalmağa daha çox çalış və həyatının iplərini əlində tutmağa çalış. Əgər bir şeylər sənə baş veribsə, xarakterini formalaşdırmaq üçün baş verir. Bunu bilirsən. Deyir ki, bir dənə də misal var, tam onu detaylı deyə bilməyəcəm, yadımda deyil, amma bilirsən, bişərkən yanmamağa çalışmaq lazımdır. Gözəl bir yeməyə çevrilmək lazımdır. O alov nə qədər sərt olsa da, nə qədər içivi yandırsa da, nə qədər şey olsa da, sən orada gözəl bir şey olaraq simur quşu var, küllərindən yenidən doğulmağa baxmalısan. Həyat budur. Həyat həmişə super, əla olmur.
Heç kəs üçün, heç birimiz üçün. Sadəcə dərslərə baxmalısan və bundan sonra nə edə bilərəm? Sən bilirsən, dəyişməsən o şəkildə də davam eləyəcək. Hələ sənin başına pis şeylər gələcək. Travmanın yenə də üst-üstünə başqa travmaların da əklənəcək. Ancaq dəyişmək üçün. Amma mənim çəkdiyim misaldakı insanın dəyişmək kimi bir imkanı yoxdur. İmkansız deyə bir şey yoxdur deyib nöqtələyirəm. Dostlar, podkastımızın sonuna gəldik, çatdıq, bitdi. Sizlə bir həftəlik, cəmi bir həftəlik sağollaşırıq. Artıq may ayındayıq. Yavaş-yavaş yay ayları gəlir. Qəşəng dincələcəksiniz. Çalışın dincələndə bizimlə birlikdə dincəlin. Bizi dinləyin. Bizim videolarımıza baxın. Kanalımıza abunə olun. Şərh yazın. Videoları bəyənin. Və bizə iyanə etmək istəsəz, bizim Kofe Al ünvanına daxil olub bizə iyanə edə bilərsiniz. Bizim podkastımız sona çatdı. Amma bizim həmişə təşəkkür elədiyimiz bir Oikos İnkişaf Mərkəzinə təşəkkürümüzü bildiririk və növbəti podkastda hər birinizi gözləyirik. Görüşərik. Sağ olun.